Salam, hər vaxtınız xeyir olsun. Bugün aldığım məlumata görə Bərdə şəhər musiqi məktəblərində su borcuna görə sular dayandırılır. Bu Mədəniyyət Nazirliyinin suya borcu varsa, bunun şagirdlərə, müəllimlərə, texnik işçilərə nə dəxli olur? Keçən il də belə bir hal yaranmışdı. Ramazan ayına təsadüf edirdi. Sosial şəbəkə vasitəsilə dəfələrlə müraciət elədik. Sağ olsun aidiyyəti qurumlar suyu bərpa elədi. Amma bugün yenə də o məktəblər susuzluqdan əziyyət çəkir. 2 gün, 3 gün o məktəblərdə su olmasa, sanitar qovşaqlarında acınacaqlı vəziyyət yaranacaq. Bunu hamımız qəşəng bilirik. Bir də ki, cənab prezidentimiz milyonlarla vəsait ayırıb Bərdə şəhər mərkəzində o cür möhtəşəm musiqi məktəbləri tikilir. Amma çox təəssüflər olsun ki, bugün o möhtəşəm binaların suyu borca görə kəsilir. Aidiyyəti qurumlara buradan özüm tutub bir daha xahiş edirəm. Xahiş edirəm o müəllim və şagirdləri susuz qoymayasınız. Onların suyunu bərpa eləyəsiniz. Onlar da sudan əziyyət çəkməsin. Sağ olun, təşəkkür edirəm.